Düşmən unutmamalıdır ki, hələ də qədim Azərbaycan torpaqları üzərində yaşayır, hansı ki, düz 103 il öncə Ermənistana verilib. Yəni, Ermənistan bir dövlət kimi mövcud olmasına görə bugün də Azərbaycana borclu və minnətdar olmalıdır. Təəssüf ki, onların xəstə təxəyyülü bunu anlamağa imkan vermir. Üstəlik, tarix boyu içlərində Azərbaycanlılara, türklərə nifrət toxumunu böyüdərək, hətta torpağın sahiblərini öz ev eşiyindən didərgin salıb, mədəni irsimizi məhv ediblər. Məşhur mahnıda deyildiyi kimi, İrəvanda nəinki xalq, heç xalq da qalmayıb. Əməkdaşımız Nərmin Nurəddin qızı İrəvanın dünəni, bugünü və gələcəyindən danışacaq. İrəvan şəhərində 1971-ci ildə doğulmuşam. Mirzə Fətəli Axundov adına orta məktəbi getmişəm və 88-ci ildə 10 il oranı oxumuşam, bitirmişəm. Məktəb tamamilə Azərbaycan dilli məktəb idi, yəni ermənilər bizlə oxumurdu. İki çay, mühüm çay axırdı şəhərdən. Biri Gedər çayıdır, digəri isə Zəngi çayıdır. Bu Zəngi çayın sağ və sol sahillərində solda dərmə bağlar idi. Bağlar demək olar ki, İrəvan xanı tərəfindən salınmış bağlar idi. Çox məşhur bağ idi o bağlar. Mayın 29-u düz 103 il öncə Şərqin ən gözəl şəhərlərindən biri İrəvan Azərbaycanın bağrından qoparılıb ermənilərə verildi. Telman Qasımov İrəvanda göz açanda artıq 53 il idi ki, şəhər Ermənistana güzəşt olaraq verilmişdi. O 17 yaşına kimi İrəvanın mərkəzində böyüyüb, məktəbi burada bitirib. İndi də İrəvanlı günlərini xatırlayıb niskinlənir. İrəvan Arazla Arpa çayın birləşdiyi yerdə, Ağrı və Alagöz dağının ətəyində yerləşdiyindən Çuxursəd adı ilə tanınıb. Bu ərazilərdə 350 il Çuxursəd bəylərbəyliyi, 80 il İrəvan xanlığı mövcud olub. İrəvana ermənilərin köçürülməsi isə Türkmənçay müqaviləsindən sonra başlayır və bu proses 150 il davam edir. İlkin olaraq bura İrandan 40 min, Türkiyədən isə 70 min erməni gətirilir. Mənim yadımdadır ki, o vaxt hələ ermənilər vardı, yaşlı ermənilər idi. Onlar deyirdilər ki, bizim babalarımız heç burada gəlib məskunlaşmaq istəmirlər. Onlar aldatdılar, getdilər. Aldatdılar, getdilər ki, orada belə olacaq, belə yaşayacaqsınız. Orada hər şey gözəldir və onlar gəldilər, gördülər ki, yox, tamamilə bura başqa bir cür həyat tərzidir. Onlar qaçqın kimidirlər, türklərin evlərində, hətta tövlələrində belə yaşayırlar. Amma deyir, yəni ümidli idilər. Onlar daşı daşın üstünə qoymurdular. Ümidli idilər ki, yenidən qayıdacaqlar, gedəcəklər məsəl üçün İrana. Gəlmə ermənilərdən heç bir idarə və təşkilatlarda çalışmırdı. Onların işi əsasən fəhləlik və hamballıq idi. Sonradan ermənilərin İrəvanda sayı məqsədli şəkildə artırıldı və yerli sakinlərə qarşı təzyiqlər başladı. İrəvanda əvvəlcə toplandılar. Osmanlı Türkiyəsindən də bir qism ermənilər gəldilər İrəvan quberniyasına. O şəhəri özləri üçün paytaxt halına gətirməyi düşünürdülər. Amma sonrakı illərdə nə baş verdi? Azərbaycanlıları sıxışdırmağa başladılar, Azərbaycanlıları köçürməyə başladılar. Bu müxtəlif illərdə baş verdi, bu 150 il ərzində. Halbuki İrəvan quberniyasında, İrəvan xanlığında əhalinin əksəriyyəti Azərbaycan türkləri idi. İrəvan bölgəsində erməni dövlətinin yaradılması qərarı 1918-ci ildə Batumi konfransında qəbul edilir. Azərbaycan nümayəndə heyəti erməni dövlətinin yaradılmasının lehinə idi, lakin İrəvanın ermənilərə verilməsinə qarşı çıxırdı. Həmin dövrdə ermənilər Azərbaycanla bərabər Türkiyəyə qarşı da ərazi iddiasında idilər. Onlar Bakıya belə sahiblənmək istəyirdilər. Siyasi vəziyyət son dərəcə mürəkkəb idi. Azərbaycan Cumhuriyyəti digər bütün ərazilərə iddialarından əl çəkmələri şərti ilə İrəvanı ermənilərə güzəştə getməyə məcbur oldu. 1918-ci ilin mayın 29-da Azərbaycan Xalq Cumhuriyyətinin baş naziri Fətəli xan Xoyski Xarici İşlər naziri Məmməd Həsən Hacınskiyə ünvanladığı məktubda yazırdı. Ermənilərlə bütün mübahisələrə son qoyduq. Onlar ultimatumu qəbul edirlər və müharibəyə son qoyurlar. Biz İrəvanı güzəştə getdik. Erməni dövlətinin yaradılması qarşılığında erməni heyəti Ermənistan dövləti adından bir sıra öhdəliklər götürdü özlərinə. O öhdəliklərə görə birinci növbədə ermənilər müsəlmanlara qarşı düşmənçiliyi aradan qaldırmalı idilər, soyqırım əməllərini dayandırmalı idilər.
Bakıdakı daşnaq qüvvələrini Bakıdan çıxartmalı idilər. İrəvan və yeni yaradılmış erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların ana dilində təhsil almaq, mədəniyyət, siyasi və digər hüquqları Ermənistan Respublikası tərəfindən təmin edilməlidir. Hər şeyi özünküləşdirməyə çalışan ermənilər bir əsrdə İrəvanı çox dəyişdi. İrəvan sırf şərq memarlığı üslubunda tikilmiş şəhər idi. Tikillərdən Xan Sarayı xüsusilə diqqət cəlb edirdi. 50-ci illərədək ermənilər ondan konyak zavodunun anbarı kimi istifadə etsələr də, sonradan söküb birdəfəlik məhv etdilər. İrəvan Göymətçidi, Zalxan, Abbas Mirzə, Qala, Günbəzli, Hüseynli, Hacıbəy məscidləri ilə və tarixi Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Toxmaq, Yoncalıq adlı məhəllələri ilə məşhur idi. İndi isə onlardan yalnız Göy məscid qalır, onu da Fars məscidi kimi təqdim edirlər. Hazırda İrəvanda bir vaxtlar onun əhalisi olan bir Azərbaycanlı belə yaşamır. Azərbaycanlı ailələr müxtəlif illərdə öz dədə-baba yurdlarından deportasiya olunub. Türk toponimli İrəvanın adı Yerevan olaraq dəyişdirilib. Ermənilər İrəvanda Azərbaycanlıların irsini indi də silməyə çalışırlar. Amma tarixi silmək qeyri-mümkündür.